aslı insanların daxili çatışmazlığı var və bu 70%-dir. Narkotik deyək. Bir dəfə istifadə edəndə mənim 70% daxili çatışmazlığım olur 110, 120. Digər insanlara nisbətən daha çox həzz alıram. Dopamin, endorfin məndə, serotonin, bütün hormonlar hədsiz dərəcədə başlayır qalxmağa. Elə bilirəm ki, mən bundan sonra həmişə bu həzzi alacağam. Amma bir müddətdən sonra onu ala bilmirsən. Artıq başlayır məndə fiziki ağrılarım, psixoloji ağrılarım, sosiallaşmıram, hamıdan kənara çəkilirəm. Əvvəl mənim yanımda məşq elədiyim idmançı dostlarım var idi. Bugünkü gün artıq mənim yanımda ancaq narkotik adətçilərdir. Başlayıram bunlara meyil salmağa və mən bu narkotiki bir müddətdən sonra həzz almaq üçün yox, canımdakı ağrını belə elmi çıxartmaq üçün, sakitləşdirmək üçün edirəm. Ona görə biz həmişə deyirik də, bu proqramın içində də var, bir dəfə çoxdur, 1000 dəfə azdır. Yəni nə olursa o bir dəfədən olur. Adam var ki, içki içənlərdən qaçır, narkotik eləyənlərdən qaçır, amma qumar oynayanların yanında. Çünki asıllığı bu yöndə inkişaf edir. Çünki buradan həzz alır. Adam da var, proqram deyiləndə polinarkomaniya belə ümumi istifadə edən, fərqi yoxdur. İçki də içir, dərman da atır, gedir, narkotik də eləyir. O daha çox həzz almaq istəyir. O qədər gözəl idmançılarımız var ki, hal-hazırda bundan əziyyət çəkir. Artıq o idmandan həzz almırsa, başqa bir şeydən həzz almaq istəyəcək. İdman özü də bir insan basıdır.